Dabaq xəstəliyini eşidəndən sonra ət almısınız? Bu xəstəliklə bağlı biraz araşdırma etdim. İstədim sizinlə də fikirlərimi bölüşüm. Geridə qoyduğumuz il qanadlılar, yəni toyuq, cücə, qaz, ördəklər arasında xəstəlik yayılmışdısa, bu ildə mal heyvanların arasında bu tip xəstəlik yayılıb. Buna dabaq xəstəliyi deyirlər. Əsasən heyvanlar arasında yoluxma baş verir. Bu xəstəliyə insanlar çox nadir halda yoluxa bilər. Hansı ki, həmin xəstə heyvanın çiy südündən, ətindən əgər insan istifadə etsə, bu halda yoluxma baş verə bilər. Buna görə də çalışıb ya bildiyiniz, tanıdığınız, güvəndiyiniz bir insandan ət almalı, ya da ki, yaxşı-yaxşı bişirməlisiniz və nuş etməlisiniz. Ətsiz də qalmaq mümkün deyil. Biz rayonda yaşadığımıza görə tanıdığımız, etibar etdiyimiz insandan əti əldə edirik. Eşitdim ki, ayın 25-i mal-heyvan bazarı bağlanır. Ona görə də bir nəfəri bazara yolladım ki, ətimizi alsın, müəyyən qədər stoklayaq. Bu virus ortadan qalxana kimi bizi idarə etsin. Bəs nə edirsiniz bu aralar? Ət alırsınız yoxsa yox?